Venesiya, Adriatik dənizinin sahilində yerləşən Venetian Lagoon üzərində qurulmuş şəhərdir. Şəhər təxminən 118 kiçik adanın üzərində salınıb və bu adalar yüzlərlə körpü ilə birləşdirilib. Kanallar şəhərin əsas nəqliyyat yollarından biridir və buna görə Venesiya kanallar şəhəri kimi tanınır. Biz Veronadan Venesiyaya qatarla getdik. Bu marşrut həm ən sürətli, həm də ən rahat variantlardan biridir. Yol təxmini 1 saat 15 dəqiqə çəkir və qatar bizi birbaşa olaraq Venesiyanın mərkəzində yerləşən Santa Lucia stansiyasına çatdırdı. Buradan isə şəhərin əsas görməli yerlərinə piyada və ya operato ilə rahatlıqla gedə bilərsiniz. I'm not free, but usually like Friday, Saturday and Sunday, tourists need to pay, but another day no. Okay, thank you so much. Deməli, Venesiyaya gəldiyinizdə buradan çıxırsınız və yaxınlaşırsınız. Orada qeydiyyat yeri var və əgər bir günlük gəlirsinizsə, bir günlük 10 evro ödəniş eləyirsiniz. Yox, əgər qalıcısınızsa burada bir gün, 2 gün fərq eləmir, qalacaqsınızsa o zaman turist vergisi ödəmirsiniz, vergidən azadsınız. Bu formada kağız verirlər. Bir dəqiqə göstərim. Bunu bir də bunu saxla. Kağızı ver. Belə bir formada sizə qeydiyyat kağızı verəcəklər və bu qeydiyyat kağızı ilə əgər şəhərdə polis saxlasa, buradan da keçərkən yoxlayırlar. Şəhərdə polis də saxlasa, sizdən o kağızı soruşacaq. Eyni zamanda onlayn şəkildə də QR kodu skan eləyib ala bilərsiniz. Bir neçə gün öncədən rezerv eləyəndə bəlkə daha da ucuz ola bilər. 4 gün öncə eləyəndə hansı tarixdə gələcəksinizsə o zaman 5 evro olur. Amma 2 dəfə ucuz olur. Sadəcə biz hansı gün gələcəyimizi tam olaraq dəqiqləşdirməmişdik. Havalar o qədər də yaxşı değildi. Düşünürdük ki yağış yağacaq. Ona görə o da vaxtında ala bilmədik. Belə. Bugün də Venesiyadayıq. Sizə çalışacağım ki gözəl yerləri göstərim. İzləmədə qalın və bəyənməyi, şərh yazmağı unutmayın. Başqa hansı suallar maraqlandırırsa sizə qeyd edeyim, cavablandıram. Şəhərə girişdə belə bir mənzərə ilə qarşılaşırsınız. Burada belə lotkalara da minib gəzə bilərsiniz. Hello. Bugün Venezia gibi giymişiz. Evet. Tam buraya. Sadəcə çalışın bura, nə qədər bacarırsınız tez gəlin ki, səhər. Çünki əslində həftə içi olduğu üçün biraz turist də azdır bugün. Amma həftə sonları dəhşət çox turist olur. Buraları görmək demək olar ki, mümkün deyil. Gəlin mən sizə gözəllikləri göstərim ki, bu qandolaların qiyməti hardasa 100 evrodur. Ümumilikdə ora 6-7 nəfər mindirə bilirlər. Və yaxud da istəyirsinizsə 2 evroya var. Bax o gördüyünüz qabaqda gedir. Uzun qayıqdır. Oradan minə bilirsiniz. 2 evroya gəzdirirlər. Onlar isə elə bir ki avtobus kimidir. Su üstü qayıq. Yəni toplu taşıma deyək də, toplu insan daşıyırlar. 20 nəfər baxın bu şəkildə gəzirsiniz. Yəni bu o qədər də bir lotka qədər də qəşəng görüntüsü olmasa, Venesiyanın öz qayıqları var, görürsünüz o qayıqlar. Onlar qədər də gözəl bir
görüntü verməsə də, yenə də bu suyun üzərində gəzib şəhəri görə bilirsiniz. Biz isə buradan şəhərə belə davam eləyək, sizə göstərək. Eyni zamanda Venesiyanın sərhədində olan, yəni bu dəniz sərhədində olan stansiyalarından qayıqla da bura gələ bilirsiniz, amma o biraz daha fərqli qiymətə olur. Ən yaxşı halda qatarla gəlməkdir ki, 5-10 euro arası dəyişir. Gəmi ilə biraz bir tık baha başa gələ bilər. Amma baxır gəldiyiniz yerdən asılıdır. Hansı stansiyadan minirsinizsə. Ümumiyyətlə məsləhət bilərdim ki, gələn kimi, yəni bu qayıqlara qaçıb qiymət soruşmayasınız. Çünki turistlərin olduğu yerlərdə, çox yerdə. Hardasa 100 euro, 80 euro belə. Həftə sonları daha bahadır. Amma biz bir dənə life hack bilirik və çalışacağım ki, oranı tapım. Tam olaraq yeri hardadır bilmirəm, amma bizim hər şey qabağımıza, rastımıza çıxdığına görə düşünürəm ki, bu da rastımıza çıxacaq. Ay, buna bax, çaykaya bax. Hello. Gör necə baxır, tərpənmir də yerindən. Ay, poza da verir. Qəşəngsən, qəşəngsən. Belə bir dənə yer var, kitabxanadır. O kitabxanadan həmin o qayıqlara da minmək olur. Şəkil çəkdirmək üçün bir neçə dəqiqəlik. Bilmirəm, yadımda deyil tam olaraq. 1-2 euro verirsən, yoxsa oradan nəsə kitab mı alırsan, nəsə belə bir şey var. Və yaxud da kafedir, kitab kafedir, nəsə belə bir şeydir. Oturub orada nəsə yeyib, şəkil çəkdirmək üçün o qayıqlara minə bilirsiniz. İndi biz gedək, oraları tapaq. Sizə tam olaraq göstərəcəm hardadır. Əsasən həmin o qayıqlara minmə nöqtəsi o aralarda olmalıdır, orada yerləşir. Və qrup şəklində gəlirsinizsə, bir neçə nəfər atışıb 100 euro ödəyərək sıra ilə şəkil çəkdirmək mümkündür. Yəni 1-1, 2-2 gələndə biraz baha kimi görünsə də 5-6 nəfərə böləndə o elə bir qiymət kəsb eləmir yəni. Venesiyada daha çox belə maskalar olur. Bunlar maqnetiklərdir. Arxasında belə bir maqnetik var. 3 dənəsi 5 euro və yaxud da bir dənəsi 5 euro belə maskalar var. Venesiya daha çox maskalar, baxın, əl işi maskalarla tanınır. Burada belə maskalar çox rast gələcək. Hələ bunlar yəni elə belədir. İçəri gəl bax. Bu maskalar elə belədir. Bunların əl işləri var. Bunlar məsəl üçün ola bilər Çin istehsalıdır. Amma bunların sırf əl işləri var, hansı ki çox baha qiymətə satılır. Bunlar 19 euro, 17 eurodur. Amma əl işləri, təmiz işləməklə olanlar hardasa 80-100 eurodan başlayır.
düşünürəm ki, hər kəs həyatında bir dəfə də olsun dünya gözü ilə Venesiyanı görməlidir. Çünki bilirsiniz, son zamanlar şəhərdə suyun miqdarı artdığı üçün deyirlər ki, gələcəkdə bu şəhər suyun altında qalma təhlükəsi ilə üzləşə bilər. Baxın. Ona görə də həyatda görüləsi gərəkən ən gözəl şəhərlərdən biri də Venesiyadır. Məsləhət görürəm ki, bura mütləq gəlin. Mən ikinci dəfə də həyatımda gəlirəm. Birinci dəfə hardasa bir 15 il, bəlkə də 17 il bundan öncə gəlmişəm. Elə onda da gözəl idi, indi də gözəldir. Belə bir dəyişiklik hiss eləmirəm. Demək olar ki, olduğu kimi qalıb. Amma şəhərdə turist az olanda çox qəşəngdir. İndi azdır, çox. Hə, azdır. Mən gələndə o qədər turist var idi ki, sumkamı qucaqlayıb gəzirdim. Çünki bir-birinə dəyirdi turistlər. Çox güman ki, bugünkü gün biz gəlmək istəmirdik. Çünki hava proqnozunda göstərirdi ki, yağış olacaq. Buralar yağış olacaq. Yaxşı ki gəldik, yaxşı ki risk elədik. Veronada gördük, yağış yoxdur. Amma bura Veronadan daha göstərirdi ki, istidir. Həqiqətən də həm gün var, həm də gəziləsidir, yağış da yoxdur. Burada da belə bir parkı var. Oradan da artıq şəhərin özünə getmək üçün, qalmaq üçün otellər oralarda yerləşir. İndi gedək, sənə göstərəcəm, qəşəng körpüləri var. Sırf instalıq. Speriamo che non grandini anche verso... Hə, onu eləmək olar. Hə.